Report deyəndə belə eləyək də onu da paylaşaq. Amma bu dəqiqə gəl bura. Bunu gələ buradan yığışdıraq. Video, ait, video panel. Tamam. Yaxşı, biz nələr danışdıq biraz əvvəl? Bunları dedik ki, 2 slope dedik. Slope'un ümumi formulasını göstərdik. Slope dedik ki, keywordlər bunlardır ki, rate, change, increase, decrease bunlar. Sonra Y equals mx plus c de var da. necə? Y equals mx plus c. Hə, o da general formda y bərabər mx plus c yazır, ya da b yazır, hər nəsə artıq. Buradakı c də bizə nəyi göstərirdi? 5. Y interceptini göstərirdi, bəli. Y intercept, yəni buradakı point. Buradakı point. İndi sizdən əgər y intercepti soruşursa, bu bir pointi soruşur deməkdir əslində. Suallarda yəqin ki, belə bir xəta eləməyəcəklər. Sizdən belə soruşacaq. Find y coordinate of y intercept ya da x value of x intercept falan x'ini istəyəcək sizdən ya da y'sini istəyəcək. Nəsə də artıq bu tipdə. Və yaxud da sualın içində bəzi suallarda point belə bir şey verir. Məsələn, belə bir tipli bir sual var. K- 5'ə 0 verir. Ya 0 demək 6 deyək. Deyir ki, bu y interceptidir. Bu bizə bir nəyə göstərir? K-5'in 0 olduğunu göstərir. Y intercept daxı x value'su 0 olanda çıxan y qiymətidir, düzdür? Məsələn, K-nı buradan 5 tapacaq biz. Bu tipli suallarda var. Yəni, x-intercept, y-intercept məsələsini buradan yadda saxlaya bilərsiniz. Y-intercept, x0-dır, y value var. X-intercept, hansı bir x qiyməti var, y0. Sonra domain və range dedik ki, x-lər, range də y-lardır. Yəni, inputlar və outputlar sayılır bu. Bu belə. Desmosda yazan kimi onsuz da biz görürük. Equation'ı yazan kimi tapa bilirik. Bəs bizə pointlər versə necə edirdi? Gəlin onu da xatırlayaq. Bir table yazırdı. Bu arada table'ı buradan da girə bilirsiniz. Table'da nə yazacaq? Tutaq ki, hardan keçsin? 2'yə 6'dan keçsin bir point. Aysel başqa bir dənə point denəndəsin. Salam Aysel. Tamam, 3 ilə 15 dedilər. Buna basan kimi, biraz böyük qiymət olsun. Buna basan kimi biz görəcəyik ki, equation burada var. Okay? Və qrafikində bu formada görə biləcəksiniz. İndi, istəsəniz bunu buradan çıxarıb istədiyiniz qiyməti yerinə qoyub yoxlaya bilərsiniz. Məsələn, deyə bilər ki, belə bir qiymət verir. Deyir ki, 5'ə D-dir. 5'ə D-dir. D-ni soruşur. Yəni, eksi 5 verib bizə y soruşur. Fərqi yoxdur, hansı növ funksiyası. Linear da ola bilər, quadratic də hamısı üçün. Fərqi yoxdur. Point varsa yerinə qoyub işləyə bilir. Yəni, 5'i veribsə, aparıb burada yerinə qoyaram. Deyirəm, bu vurulsun 5 çıx 12'dir, cavab 33'dür. Demək ki, D-nin qiyməti 33'dür. Oldu? Və yaxud da nə edəyərəm? Deyə bilərəm ki, bu y'nin yerinə fx də yaza bilərəm mən. Düzdür? F of x ya da ki y ikisi də məna olaraq eyni şeyi göstərdi bizə. Bəli, ondan sonra məsələn durub burada deyərəm ki, f tutaq ki 5'i ver mənə. 33 imiş. Bu formada da hesablaya bilərsiniz. Ya nə bilim, nəsə də kifayət edir bunlar. X-ə 5 deyib orada kəsmə falan da axtarıb tapa bilərsiniz. Önəmli deyil onlar. İndi bəzi suallarda bunu vermir. Bizə sadəcə deyir ki, 2'yə 6'dan keçir, bir dənə point verir. Bir də deyir ki, slope'u da 2'dir. Bunu verir bizə. Biz də equation'u tapmalıyıq. Nə edə bilərik? Variantlarda bir yerinə qoyarıq ən yaxşısı. Baxarıq, gəldik. M2-dirsə,
M2-dirsə, qapım olur. Yerinə qoyaram. O zaman 2x plus b'ni tapıram, düzdür? Sonra nə edərəm? 2-yə 6-dır deyə yerinə qoyub baxaram, görüm hansı variantda düzdür. Və yaxud da elə bunu qoyandan sonra b'nin də 2 olduğunu taparsınız. Deyərək ki, onda bu 2x dəyər 2-dir. Variantlardan gedib seçə bilərik. Oldu. Bu formada ya da deyirsiniz ki, y bərabərdir mx plus c'dir də bizim formada, düzdür? Ya c, b fərqi yoxdur onun. Bərabərin yerinə indi qəbul elədim. Qəbul elədim deyil ki. Səsi gəlmədi heç. Yox, eləmir. Hə, gəldi. Salam, Salam Rəsul, necəsən? Yaxşı ol, təşəkkür ederim. mən birini yedim hamısı. Necə? Vaxtım çatmadı. Tutmadım da deyirsənsə. Heç olmaz gecikməyə görəcəksənsə. Ben bunu açmadım. Testlər. Tamam, gələn dəfə istəyəcəm sizdən hər şeyi. Bugün ancaq belə full şey işləyəcək. Ümid biraz üzüldü sanki. Tamam, bir ikisinə baxarıq sənə görə. Deməli, Desmos başa düşsün deyə buna deyəcəm y1, buna da deyəcəm x1. Yaddan çıxarsınız, buradan da baxa bilərsiniz ki, x1, y1 kimi götürür də bu qiymətləri. Bərabərin yerinə də götürüb bunu yazarsınız ki, özü aparıb yer dəyişməni eləsin. Oldu? Substitution edir. Yəni, sanki özü gedir, 2-ni 6-nı qoyur, həll edir. M-i də burada daxil eləmişəm deyə hesablayır özü. Tapdıq ki, C də 2-dir. Deməli, bu 2x plus 2-ymiş. Bu formada da tapa bilərsiniz. Yəni, pointlər verilir equation onu tapmaq üçün. Ən zoru variantlardan baxırsınız ki, hansılardır. Direkt görə biləcəyimiz variantlar olacaq. Məsələn, slope 2 veribsə, variantların bəzilərində 2 olacaq, bəzilərində nə bilim 1/2 olacaq. Siz də gelib bunları atarsınız, ixtisar edərsiniz. 2 dənə olanları saxlayarsınız. Sonra da y-interceptini uyğunlaşdırarsınız. Yəni, point yerini qoyar. Bu belə. Sonra nə öyrənmişdik? Sonra öyrənmişdik ki, 2x dəyər 4 var, ta ki, y bərabərdir. 2x dəyər 6 var. Parallel line öyrənmişdik. Yazdadır. İndi paralel olmasını Desmos'a yazmadan da görə bilirik də. Hardan görürük mü? Bəli, slopelar bərabərdirsə, demək ki, bunlar paralel line olur. Düzdür? Bu interceptlər də fərqli olurlar. Bilirik ki, bunlar paraleldirlər. Paralel isə nədir? Intersection pointləri yoxdur. Yəni, system equationlar mövzusundan gördüyümüz o no solution forması. Yəni, no solution, no intersection point. Bir də bunun belə forması var idi. Necə? Təkcə bir solution. Bəli, bu one solutiondur. Həm də biraz daha xüsusi formadır bu. Bunlar perpendikulyar olan formadır. Ay, sağ ol. Tam da axtardığımız həmin o cavab. Yəni, birində tutaq ki, 2-dirsə, o birində mənfi 1/2 olacaq. Bir-birinə vuranda da mənfi 1-dir. Belə də istifadə edə bilərsiniz. Yəni, formula kimi də istifadə edib tapa bilərsiniz. Ya da digər halda tapa bilərsiniz. İndi, niyə bunu yoxlamağı tərcih edirəm? İşimizi qarantiyə alırıq deyə. Əksi halda, məsələn, ola bilər ki, 56-dır tutaq ki. Çox oxşuyur da, yəni şəkildə baxanda görünmür. Durub Desmos'a yazsaz, dəqiqliklə görmürsünüz. Ona görə yaxşı olar ki, belə eləyəsiniz. Bəzi suallarda da nə verir? Yenə bir dənə point verir. Tutaq ki, yenə 2-yə 6-nı verək. Deyir ki, y bərabərdir, bir dənə özündən funksiya yazırlar. 2x dəyər 5-ə perpendikulardır deyir.
buna perpendikulyardır. O zaman düşünürəm ki, əgər bunlar perpendicular line'dırsa, demək ki, slopu m vursam əgər bunun slopuna 2'ye vursam, cavab çıxmalı -1, düzdür? M hesabladım mənim üçün burada. Bunda equations mövzusundan bilirik onsuz da. Eğer burada cevabı axtarırsınızsa. Normalde bərabər yazsanız cevabı görməyəcəksiniz. Gərək onun yerine x falan yazasınız. Buradan gəlib görəcəksiniz cevabı. Amma mən tərəfdarıyım ki, m-i belə verəsiniz. Deyərsiniz ki, buna bərabərdirsə m görəcəksiniz oradan. Sonra deyərsiniz ki, bizə lazım olan nədir? Y bərabərdir mx üstəgəl b-dir ya da c-dir artıq nəsə də. M-in qiymətinə baxın. Neçə tapmışdıq? -0,5. Yerini qoyuram. Demək ki, nəymiş? B'si də 7'ymiş. Yəni, bizim axtardığımız həmin o line -0,5 x plus 7'dir. Hansı line'dır bu? Bu pointdən keçib, buna da perpendicular olan həmin o line. Oldu? Bu formada da Desmos'dan istifadə edərək hesablı tapa bilərsiniz. Dədə-baba üstündən də istifadə edib tapmaq olar təbii ki, sizin seçiminizdir. Yəni, deyə bilərsiniz də ki, 2'ye 6'dır. Əgər biri də 2x olsaydı, 5 demişdik. 5 isə buradan 2 vur m deyərsiniz, -1'dir. M buradan -1 bölü 2 taparsınız. Deyirsiniz ki, okey, o zaman bizim axtardığımız həmin o line'da slope budur. Sonra gətirib 2 ilə 6'nı qoyarsınız yerinə. Buradan b-ni tapacaqsınız, yəni 7'dir. Yəni, tapırsınız ki, bizim axtardığımız həmin o line buymuş. Oldu? Okey. Line mövzusunda lazımlı məlumatlar bunlar idi bizə. Qalan da ola bilər ki, məsələn, 3x6 deyək. Daha ki, ola bilər belə bir şey versin bizə. Baxaq ki, 2 dənə, 3 dənə nöqtəni dəqiq görə bilirik. Yəni, bizə table verir, funksiyanın özünü verir, qrafikini verir. Bizdən equation'ını soruşur. Ne edəcəm? Deyəcəm ki, bax, bir dənə point burada görə bilirəm. Nədir o? -1'ə 3'dür, bir dənə də 0'a 6'dır. Və yaxud da elə bunu da götürə bilərdiniz, -2'ye 0. 2 dənə point olanda nə edir bayaq? Table yazır. Table yazarsınız, cavabı oradan hesablayarsınız. Aydındır? Belə. Line mövzusu belə. Line'dan sonra biz keçdik digər funksiyonlarına, quadratic funksiyonlara. Quadratic funksiyonlarda belə bir şey öyrəndik. Dedik, belə forması var. Eyni funksiyonu bir də belə yaza bilirəm. X minus 5, x plus 1 kimi yaza bilirəm. Gördünüz, rəng dəyişdi. Eyni şeyi bir də x minus 2 square yazar. Minus 9 yazar. Bir də belə yaza bilirəm. Fikir verin, rənglərinə baxın, bağlayıram bunları. Bunları bağlayıram hamısını. Bu birincisi burada. Necə? Yox, parabolanın özünün 3 fərqli formasına baxırıq. Dünən məndən bir nəfər soruşmuşdu bunu. Hamının yəni, soruşacağı bir şeydir, normal bir şeydir. Qabağıza yəni 3 forması çıxacaq bunun. Bu arada mən y yazdım. Fx ilə də yaza bilərsiniz. Heç bir fərqi yox. Eyni şey verəcəm sizə. Birinci hala deyirik, buna deyirik. Y-intercept form. Ən azından mən elə adlandırıram bunları. Niyə elə deyirəm? Çünki suala baxan kimi bunu görürəm ki, y-interceptdir. Bu var bu. Y-interceptdir, düzdür? F0 -5 eləyir. Bilirəm ki, bu y-intercept'i göstərir mənə. Hansı ki, buradadır. Oldu? Yəni, birincisi, birinci formada y-intercept. Bəzi suallarda soruşur ki,
hansında baxan kimi vertexi görə bilirik, ya da minimumunu görə bilirik, maksimumunu görə bilirik. O olacaq vertex formu. İkincisi, bəzi növ suallarda hansında x-intercepti görə bildik deyir. Bir də bu tip suallar ola bilər. Deyək ki, hansında y-intercepti görə bilirik, baxan kimi də. Yəni, biz function'un elə bir ki, orada verilən equation hissəsi ki var. Ora baxan kimi hansında y-interceptini görürük. Burada görürük, məsələn, birincidə. İkinci variantda, ikincisində, 1, 2 belə deyil, 1, 2. İkincisində, bu dəfə funksiyanı sıfır eləyən qiymətləri görə bilirəm. Baxıram ki, -5 qoysam yerinə sıfırdır, bir də -1, müsbət 5 qoysam. Bir də -1 qoysam sıfırdır. Və yaxud da f5 sıfırdır, f-1 sıfırdır. Bunlar nəyi göstərdi mənə? X-interceptini və yaxud da zeros of the function dediyi buna. Funksiyanı sıfır eləyən qiymətlər. Yəni bu və bu. Oldu? Sıxıntı yoxdur bura qədər. Okey, gəldik. Tamam. Əla. Gəldik axırıncısına. Bu da 2-yə negativ 9-un vertex point olduğunu göstərir. Deməli, bu da vertex formudur. Yəni, sualda soruşsa ki, hansı bizə minimumu göstərir, hansı forma? Təbii ki, üçüncünü seçərik. Niyə? Çünki baxan kimi 2-yə -9-u tapa bilirik. Hansı bir formadan zaten istifadə eləmirik. Birazdan var. Bundan sonra da onu göstərərəm. Vertex formda belə. Aydındır bu. Bunu elə baxan kimi formalaya hesablayıb tapa bilərik. Sıxıntı yoxdur, gənclər, buraya qədər. Davam edirəm. Bunları yenə mən screenshot alam. Bəlkə almadınız. İndi, bütün bunlarda quadratic function, ümumiyyətlə, parabolla çəkəndə biz qrafikin yuxarı ya da aşağı baxacağını nədən təyin edirik? A-dan A-sa. Ümumiyyətlə, function, quadratic functions bu formda olur. Deyək ki, 0 olmasın. İndi, A pozitiv olanda upward, A negativ olanda downward. İki form var. Upward, downward. Yəni, yuxarı baxar, aşağı baxar. Bunu baxan kimi təyin edə bilirik. Bu da bizə göstərir ki, burada minimum, burada da maksimum tapa biləcək. Okay? Sonra, bu halda, üçüncüsündə, biz biraz əvvəl də dedik ki, baxan kimi vertex pointi tapa bilirik. 2-yə negativ 9. Düzdür? Şəmsəddin? İkinci halda necə tapırdıq biz vertex pointi? Belə verirsə. Daha açmalıyım. Hə. Mən də bunu deyəcəyimi təxmin eləmişdim onsuz da. Açmalıyıq. Tapacaq sonra birinci halı. Düzdür? Okey. Tutar ki, o birinci halı tapdıq. Birinci hala gəldik. Bunu necə tapacaq biz? Burada necə tapacaq? Bu arada vertex pointi də HK deyə göstərir. Mesela bu formda bizə deyil. Hə. Buyur. Kimidir? Mən Buyur. Mən tutar ki, arasında birinci hala getmək yox, ehtiyac yoxdur getməyə. Tutar ki, birinci hala getdik. Mən özünün imkanı tapırıq. Bəli. Bax, ikinci bir üsul da var. Kvadratik üsul kimi yazılır. X çıxılsın, işinin kvadratik çıxılsın, 9 kimi. Tamam, o üçüncüsü dansı burada var o. Yəni, ona çevirməyə yol girdim ki, oradan da 2, yəni. Okey, Aysel. Bəs ikinci halda olsa, bu halda olsa, səncə mütləq açmalıyıq biz bunu? Bu formda verilib də bizə. Vertex pointini tapmaq üçün. Bəzi suallarda, gənclər, vertex pointi verir. Faktorları da belə verir. X minus A, X deyək ki, 2 falan verir. Deyək ki, bu function, nə bilim, 5-ə 14-dən keçir. Atıram da nəsə də indi. Burada n yazılır. N soruşur bizdən. Belə dəxilsiz görünür. Amma biz bilirik ki, n 0, bir də
negativ 2'ye 0. Bunlar onun x-interceptləridir. Düzdür? Yəni zeros of the function sayılır da bunlar. Vertex point də verilibsə bizə h qiyməti. H tapmaq üçün başqa bir formula da var idi. X-interceptlərin average-ini tapırdı. Yadınızdadır? Hə. Toplayırıq x-interceptləri 2'ye bölürük. Yəni burada n var, negativ 2 var. Bunları 2'ye böləndə nə çıxmalıdır? 5 çıxmalıdır. Niyə? Çünki niyə də olmaz? Formula 10 deyir də. Average tapanda axı biz şeyi tapdıq. Vertex point'in x koordinatını tap. Bitti. N-2 bərabər 10 deyərik. N olacaq mesela 12. Burada bu sualın həlli n olur 12. Oldu? İndi xatırlamaq üçün yenə təkrarlayaq bunu da. Biz demişdik ki, burada symmetry line əmələ gəlir. Yadınızdadır? Bu x bərabərdir 2 deyə bir neydi bu? Vertical line idi, düzdür? Bu olur symmetry line. Symmetry line. Yəni parabolanı 2 yerə bölür. Biz o zaman deyə bilirik ki, bax bu 3 unit soldadırsa, bu da 3 unit sağdadır. Yəni x koordinatına baxsaq, vertex point'in x koordinatına. X interceptlərin tam ortasındadır. Midpointləri sanki olar. Bura nə idi? Negativ 1'dir. Bura nədir? 5'dir. Bitti. Negativ 1 plus 5 böl 2. Nə olacaq? 4 böl 2'dən 2 çıxacaq. Yəni bu sual üçün mən məcbur deyiləm ki, bir də burada parabolanı yazım, göstərsin mənə qrafik, gedim aşağıdan tapım ki, haradadır bunun vertex pointi. Elə direkt burada deyə bilərəm ki, bunu 0 eləyir 5, buranı 0 eləyir, birincini 5 0 eləyir, ikincini negativ 1 0 eləyir. Bunların average-ini taparım, mənfi 1 ilə 5'i. Niyə? Çünki x-interceptlərin tam ortasında da bunun x koordinatı. Düzdür? Bəzi suallarda soruşa bilər sizdən ki, what is the minimum value? Yəni, onun üçün yaxşı olar ki, parabolanı yazasınız. Qrafiki görəsiniz, gedib daha tez taparsınız oradan. Amma Desmos'dan qiymətləri yerini qoyub da tapa bilərsiniz. Yəni, bunu məsələn tapsınız ki, 2'dir. Baxın kim sürətdə həll edə bilirik də bunu. Yerini qoyub oradan da tapa bilərsiniz. Amma bəzi suallarda soruşur ki, for what value of x function is minimum? Bu tipi bir sual soruşur. For what value of x hissəsini gözdən qaçırır uşaqlar adətən. Orada artıq x'i soruşur bizdən. Orada biz gələk 2'ni deyirik cavab olaraq. Yəni vertex point'in içindəki h2 var bu hissə. Bu da x koordinatı. Yəni x'in bu qiymətində function olur minimum. Başqa hər hansı bir qiymət üçün də eləyə bilərik bunu. Demişdik ki, eləyə bilərik. Məsələn, baxıram ki, buradakı pointə f0 negativ 5'dir, düzdür. Eyni şey burada da olur. 4 da burada, düzdür. F4'ün qiyməti də negativ 5'e bərabərdir. F0 ilə F4 bir-birinə bərabərdirsə, axı ikisində dedik negativ 5'e bərabərdir. Yəni, elə bir forma almışıq ki biz, sanki fn bərabər fm deyə 2 dənə fərqli x value'lar var. Həmin value'larda function'un qiyməti eyni olur. Bu halda da yenə biz deyə bilərik ki, vertex point'in x koordinatı, yəni h, yenə average'dir. Niyə? Yenə ortadadır da. Axı, burada y qiymətləri eynidirsə, x yenə ortada düşəcək. Düzdür? Həmin o vertex point'in x koordinatı yenə də mərkəzdə olacaq. Yenə sentral olacaq. Ona görə average tapıb bu formada da hesablaya bilərsiniz. Yəni, bütün suallarda gedib x-intercept'i tapıb average eləmək məcburiyyətində deyilsiniz. Hər hansı 2 dənə point də verə bilər sizə, onların da ortalamasını tapa bilərsiniz. Oldu? Aydındır? Məsələn, bəzi suallarda belə verir. Deyir ki, one of the factor is x plus 5, blah, 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 and one of the x-intercept is x equals to n, blah, 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 and
that the minimum of that quadratic function is ne olsun? Yəni negativ 4'e 5 yazaq ki, vertex pointi göstərsin bizə. Minimum dedi. Vertex pointi göstərdi bizə. Veyahut da maksimum deyirlər, nəsə artıq suala görə dəyişəcək. Bu sualı həll etmək üçün belə uşaqlar dayanıb ilişib qalırlar, baxırlar. Neyniyək? Biz bunu öyrənmişik ki, əgər x plus 5 deyə bir faktor varsa, bu o deməkdir ki, yerinə negativ 5 qoyanda cavab 0 çıxır, düzdür? Bu bizə f negativ 5 sıfırdır, bunu göstərir. Bir dənə də burada bəli fn bərabər 0 var. Bu da deyəsən hoş gəlmişsin. Funksiyaları danışıq biz də. Yox. Səs gələcək onu deyir. Çox pis səs gəlir. Bir dənə danışaq bunları sonra. Nəs? Aç. Olmaz, aç. Tamam, rahat ol. Okey, nə dedi? Burada da əslində fərqli formada göstərsə də ikisi də nəyi verdi bizə? X interceptləri verdi. O zaman negativ 5 ilə n deyərəm ki, average tapsaq nəyi verəcək? Baxın, buradakı qiyməti verəcək. Yəni deyirəm, vertex point daxil bu. Minimum, maksimum deyirsə, vertex pointdir da. Deməli, bu negativ 4'dür. Bitti. Eləməli olduğumuz buydu. N bərabər olacaq mənfi 3'ə. Bu formada n'i də tapmış olacaqsınız. Aydındır. Sıxıntı yoxdur buraya qədər. Baxın, SAT-də x-intercept, y-intercept, x-interceptlərin yerinə zeros of the function da deyə bilər. Funksiyanın sıfır yerdə odur. Yəni, bunlardansa vertex pointdən daha çox istifadə edirlər. Diğerləri zaten asandır da, baxan kimi tapmaq olur. Burada bir dənə diqqətli olursunuz. Çox da çətin bir şey yoxdur. Narahat olmayın. Uzağa bir dənə səhv olacaq. Bu proqramlaşdırmadan sütununu yazıb proqram kimi həll etmək öyrənmək olar. Necə? O da ki, burada sırların hamısını yazırsan, ondan sonra deyəcəm, məsəl üçün, aşı x-i daxil edin, elə. Tabii ki olur. Olar. Amma sən deyərsən ki, normalda formula deyərsən a x minus h üstündə 2 üstəlik k-dır, düzdür? Deyərsən ki, a bunun leading coefficient deyir, ən qabaqda gələn x square-in qabağındakı. Tutaq ki, mənfi olsun bu da, mənfi 2-dir. Vertex pointini də verək. Deyək ki, h-ı nə olsun? Mən 5'ə 6 yazıram. Çox böyük bir şey olmaz. 16 yazıram. Belə bir şey yazıram. Bizə azı parabolanı verəcək yenə. Bunlar da onun x-interceptləri. Y-interceptlər çox aşağıdadır da. Nəsə düşür orada. Onu görün. Bu neynədir? Gətirdi, azı yerinə qoydu. Dedi ki, function belə bir şeydir. Negativ 2, x minus 5'in üstündə 2, plus 16. Burada y-intercept'i bu arada uşaqlar bəzən 16 yazırlar. Diqqətli olun, gənclər. 16 deyil. Axı, buradan da bir qiymət gəlir hələ. Yəni, bu y-intercept form deyil ki, siz ən sondakini götürüb y-intercept deyəsiniz. Bu vertex formdur. Siz buna baxanda 5 ilə negativ, pozitiv 5 ilə pozitiv 16 vertex point deyə bilərsiniz. Bunu deyə bilərsiniz. Bunu deyə bilərsiniz. Amma əgər y-intercept axtarırsınızsa, x-in yerinə 0 qoymalısınız. Yəni 0 minus 5'in kvadratı üstər 16, buradan mənfi 34 çıxacaq. Yəni bu çıxacaq. Oldu? Yəni y-intercept'i qarışdırmayın. Xahiş edirəm sizdən. Qarışdırsa da yəni üçündə səhvi bir dənə səhvimiz belə gələcək. İndi bunu normalda açsaq əgər, məsələn, x minus 5'in üstündə 2 var da, açsaq belə bir şey olur da, x kvadratı minus 10x plus 25. 1 2'ye vurarım bunları.
negativ 2 x square olur. Pozitiv 20x. Bir de minus 50 plus 16. Böyle bir şey olur. Biraz da simple forma getirsək. Yani bunu getirip yazıram. Negativ 2 x'in üstüne 2 plus 20x minus 34. Böyle bir şey olur. Yani burada baxan kimi y-intercept negativ 34 de deyə bilərsiniz artıq. Niyə? Çünki artıq açmışam bunu. Bu y-intercept formundadır. Aydındır. Heç nə. Paraboladan da zaten Bir qraf. problem olur. Buyur. Bəs burada biz A-nın hesabını dedik. Ha, bunları random özümdən verdim hemen. Bunları Ümumiyyətlə random. A-nın yolu var yoxsa ancaq A'nı tapmanın yolu, mesela bəzi suallarda A'nı vermir bizə. Bizə bilsən nədir? Deyir ki, tutaq ki, sualın içində bunları verir. Dəqiqə. Deyir, initial value deyir ki, 0-a 12'dir. Yəni, y-interceptini verir də bizə. Bir də deyir ki, söhbət bundan gelir də. Topu deyir 12 metr hündürlükdən atıblar. Gedib maksimum hündürlüyə qalxıb, gəlib qayıdıb düşüb aşağı, düzdür? Belə bir şey deyil və bunun equation'ını istəyir bizdən. Vertex pointini verib bir də minimum ya da maksimum falan belə bir şey də deyə bilər sonun içində. Neçə olsun? Tutaq ki 3'ə nə olsun? Nəsə də random ataq baxaq A-nı verəcək mənə. A-nı neçə verəcək, sonra dəyişərək qiymətdə. İndi bunu bilirəmsə, mən deyə bilərəm ki, table qurum 0-a 12'ni vereyim. Bir də nə var? 3'ə 15 var. Düzdür? Bundan sonra da 2 dənə taktikamız var idi. Ya deyirdi ki, 2 dənə point varsa kifayət eləmirdi də bizə normalda. Gərək üçüncünü də özümüzdən təxmin eləyərdik. Təxmin eləmək deyəndə hesablayıb tapırıq, ona söz yox. Deyirdi ki, başqa elə bir dənə x qiyməti var ki, o da 12'yə bərabərdir. Və 3 ilə 15 axı vertex pointdir. Center'da olduğuna görə, bura 3 ise deyəcəm ki, onda bu da 6 olacaq da. Düzdür? 0 ilə 6 imiş ki, bunlar average 3 çıxıb. Yəni, deyirsiniz ki, burada elə bir dənə qiymət var ki, f0 12'dir, düzdür? Başqa elə bir fn var ki, o da 12'yə bərabərdir. Və bunların maksimum daxı bu, ya da minimum da hər nəsə artıq. Vertex pointdir. 3 bizə göstərir ki, bu 0 ilə n'in average 3 olacaq. Yəni 0'ın üstünə n gəlib 2'yə böləndə 3'ü tapacam mən. Buradan n tapırıq ki 6'dır. Oldu? Yəni deyirik ki, o zaman ikinci point bizim 2 dənə point var. Üçüncüsünü axtarırıqsa, birinciyə görə diğer üçüncünü tapırıq. Oldu? İşte bura olur 6. Və bunu artıq klikləyəndə gələn quadratic regression seçirsiniz və tapırıq ki, bu bizim parabolanın equationudur. 0.3333'dəki bilirsiniz də, yəqin ki, mənfi 3/9 deməkdir. Simplify eləsiniz də mənfi 1/3 olacaq. A-nı da bu formada tapırsınız. Aydındır gənclər? Bəli. Baxın, o üçüncü pointi yazmaq məsələsi, o biraz baş qarışdıran hissədir. Baxın, bu hissə. Çünki bizə bunu verir, bunun max ya da minimum olduğunu verir bizə. Üçüncünü özünüz tapırsınız. Yəni, bu yoxdur, siz özünüz daxil edirsiniz deyə biraz ağlaza gəlməyə bilər. Ona görə taktika olaraq yaddan çıxmasın. 2 dənə varsa parabolada kifayət eləmir. Üçüncüsünü gərək girəsiniz. Üçüncüsünü girəndə də bu formada tapa bilərsiniz. Elə bir dənə x value var ki, deyirsiniz, function'da qiyməti eyni çıxır. Bu 2 dənə x-in də ortasında 3 durmalıdır. Biraz əvvəl dediyimiz o vertex formulasının burada istifadəsidir. Bəs bunu eləməsək nə baş verəcək? Bir də belə bir taktika var. Deyərəm ki, Desmos belə başa düşür. Y bərabərdir. A vurulsun. X minus vertex pointi yazıram bura. Plus 15. Buradan A-nı bu formada tapıram. Baxın, belə də eləyə bilərsiniz.
Deməli, neynədik burada? 2 dənə point var deyə Desmos'a köməklik elədik ki, işi rahatlasın. Bunları yerinə qoyuruq özümüz. Və Desmos başlayır ancaq bu pointi yerinə qoymağa. Yəni, bunun yerinə 0 qoyur, bunun yerinə 12 qoyur. Belə olanda bir dənə bilinməyən var axı. Desmos da onu rahatlıqla hesablayıb bizə verir. Eyni şey bu arada. Desmossuz da belə edirik. Yəni, x-in yerinə 0, y-in yerinə 12 qoyub a-nı tapa bilirik. Buradan a-nı tapırıq. Bu da biraz əvvəl dedik ki, mənfi 1 bölünsün 3'dür. Aydındır. Baxırsan, Abdul, sən də? Mən baxamam. Belə, sıxıntı yoxdur bura qədər. Deməli. Yaxşı. İndi domain və range məsələsini dedik. Kvadratiklərdə bir balaca işimiz çətinləşmiş ola bilər. Sağ ol. Dedik ki, 4x-dən 6 5 yazaq. Fikir verirsinizsə, funksiyanın qiymətləri azalır bura qədər, sonra başlayır yenə artmalı. Hara qədər? O stationary point deyildi, ona gəlir, dayanır, başlayır sonra yenə geri qayıtmağa. Bu hansı pointdir? Biraz əvvəl danışmışıq onun haqqında. Vertex pointdir. Biz bunu biliriksə, neçədir bu? 2 olanda negativ 9'dur. Yəni, x demək ki, negativ 2 olanda y negativ 9 ola bilir. Aşağı düşə bilmir amma. Yəni, biz burada function ola biləcək qiymətlər deyirik ki, negativ 9 ya da çox olacaq. Yəni, interval kimi göstərsəydə belə. Negativ 9 daxil edirəm. Deyirəm, positive infinity. Negativ 9'dan böyük hər şey ola bilər. Yəni, domain range məsələsinə baxsaq, domain nə idi? X-in ola biləcəyi qiymətlər, inputlar. Range nə idi? Y-in ola biləcəyi, function ola biləcəyi qiymətlər. Baxıram ki, domaində belə bir sıxıntı yoxdur. X-lər, yəni, hər şey qoya bilərəm. Input olaraq hər şey daxil edə bilirəm. O zaman negative infinity, positive infinity yazaram. Amma range elə deyil. Range baxıram ki, gəlir, düşür negativ 9'a qədər. Amma ondan aşağı düşə bilmir. O zaman range olacaq negativ 9'dan positive infinity. Aydındır, domain və range bunların ala biləcəyi qiymətlərdir. Bu formada. Çox da əslində üzərinə düşürmür bunu. Setdə. Amma yenə də xəbəriniz olsun. Gəlin bir də belə bir şey görək. Bir kök altılı bir şey de yazdım burada. Stop x 4 falan bir şeyler yazdım. Neyse de çok da önemli değil. Burada görmenizi istediğim nedir? Bu domain ve range baxsaq, domain range-nə baxsaq bunlara. Domain x-in olabileceği value-lar. Bir limit var mı bunlarda sizce? Bəli, var mənim. Ay, sağ ol. Axırıncıda var. Bu ikisində yoxdur. Amma axırıncıda bir limit var. Niye? Çünkü x plus 4 square root olmalı. Bəli, pozitif olmalı. Yəni negativ 4'dən böyük olacaq. Negativ 4 ya da böyük olacaq. Range'də nə var? Range'də burada nə var? Bir limit yoxdur. Yəni hər şey ola bilər. Amma burada minimuma baxacağım ki, mənfi 9'dur. Demək ki, bu mənfi 9 və pozitiv infinity olacaq. Bəs aşağıdakı nə olacaq yenə? Deyəcəm ki, square root'dan çölə çıxan qiymət minimum 0 ola bilir, düzdür? O zaman function ola biləcəyi minimum value 0 ola bilər. X negativ 4 olanda, baxın burada da o da.
Qalandakı onsuz da göy xəttə fikir verin, göy qrafiki buna. Yer üstündə də x-aksisdən yuxarıdadır. Yəni y-ın pozitiv olduğu yerlərdə. Oldu? Range belə məncə. İlk sorma olar. Buyur. Bu ikincidə şeylər, kvadratlı qeydində. Mən 9 tamamlamaq, hardan gəldi o? Desən. Vertex point-da. Yəni o yox şey deyirəm, yəni artma niyə mən 9-dan oldu? Elə ki, mən 9-dan sonra kəsməyə başlayır ya, illiklər. Dəqiqə. Bu var bu. Gəlir. X-in tüm qiymətlərinə baxırsan ki, sən negativ infinitydən gəlirsən ta x negativ 2 olana qədər. Negativ 2 olana qədər decreasing olur bu. Azala gəlir. Ramiz? Tamam. Sonra negativ 2-dən sonra nə baş verir? Artı gedir qiymətlər. Burada əslində simmetriya var deyə şeylər baş verir. Sanki f -4 ilə tutaq ki, f0 bərabər olur. Nə bilim, f -5 ilə f1 bərabər olur. Bu formada başlayır, yəni əvvəlki qiymətləri qayıtmalı sanki. Bu olur onun minimum qiyməti. Onsuz da parabolanı öyrəndə biz minimum, maksimum dedik. Budur yəni. Oldu? Yaxşı. Buna qədər yəqin ki, sıxıntı yoxdur. Buranı saxlayaq.